Tovuzda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, rayon sakini Hatəm Həsənov idarə etdiyi Vaz 2104 markalı avtomobillə yolu keçmək istəyən Tovuz şəhər sakini 74 yaşlı Ədalət Bayramovanı vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə ölən qadın Tovuz şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində işləyən gəlininin əvəzinə əraziyə yol süpürməyə gedirmiş. Yoldaşım xəstələnmişdi. Ona görə onun yerinə getdik işə. Xamaxozda. Getdi oraya işə. Biz də dedik getmə, belə elə. Sabah özüm yoldaşım çıxacaq işə, belə elə. Eşitmədi, bizi getdi. Hadisə də gedib, ondan sonra baş verib. Bizə zəng gəldi ki, təcili gəlin. Balinisə ilə biz də gəldik, elə gələndə gördük. Rəhmətə gedib. Qeyd edək ki, faktın təfərrüatları Tovuz rayon prokurorluğunda araşdırılır. Fuad Nazimoğlu, Elşad Zəfər, APA TV, Tovuz.